Değerli izləyicilər, bugün biz sizə əməliyyatdan sonra, Türk əməliyyatdan sonra sarğı necə olmalı, o haqda məlumat verəcəm. Çünki bizə əməliyyat etdikdən sonra xəstələr çox suallar verir ki, sarğı necə olunur. Yəni əməliyyatdan bir gün sonradır hal-hazırda. Dünən pasiyentə əməliyyat etmişik. Qısa da özü də məlumat verər. Bizdə uzun müddətdir bu narahatçılıqlar var idi, amma bilmirdiniz də. 20 ilin əziyyətini çəkmişəm doktor. Bilməmişəm, 3 ildir bilmişəm ki, məndə tiroid var. Böyük düyün var. Çox böyük düyün idi, nəfəs ala bilmirdim. İndi Allah sizdən razı olsun. Dünən əməliyyat eləmişsiniz, bu gecə o qədər rahat yatmışsınız. Rahat. Sizdən çox razıyam, işçilərinizdən çox razıyam. Təmizlik, səliqə, Allah sizi var. Yüksək səviyyədə xidmət edərlər. Keyfiyyət gözəl, çox gözəl. Allah razı olsun. Çox razıyam. Çox sağ olun, Allah şəfa versin, keçmiş olsun sizə. Bu yara nahiyəsidir. Yəni yara nahiyəsini xüsusi, yəni betadinlə işlədikdən sonra yaranın üzərinə, ondan sonra isə biz xüsusi yapışdırıcı striplər var, yəni striplərdən istifadə edirik. Bu şəkildə sarğı olunur. Bu yaranın üzərini örtür. Bu sarğı 3 gün, əməliyyatdan sonra 3 gün qalmalıdır. Yəni 3 gündən sonra xəstə duş qəbul edir. Duş qəbul etdikdən sonra, bu islandıqdan sonra bunu rahat bir şəkildə çıxartmaq olur. Və bir həftədən sonra da pasiyent gələcək və bu saplar, yəni qoyduğunuz xüsusi estetik saplardakı problem, bu saplar çıxarılır. Yəni sarğı bu şəkildə olunur. 3 gün bu strip qalır, 3 gündən sonra isə strip duş qəbul etdikdən sonra çıxarılır. Allah kömək olsun sizə də, keçmiş olsun. Sağ olun da. Üzərini quru sarı qoyacaq. Allah sizdən razı olsun. Çox razıyam doktorlar olsun. Cümləmizdən razı olsun. Tiroid əməliyyatlarından sonra biz yaranı seçmirik, yaraya yapışqan qoyulur və bu pasiyentdə də bir əməliyyat olunur. Əməliyyat zamanı xüsusi strip yapışqanlardan istifadə olunur. Burada məqsəd nədir? Yəni yara elastik olarsa, yaranın əməliyyat zamanı kəsilmiş səthləri ağız-ağıza gəlirsə, o zaman rahat bir şəkildə stripdən istifadə edir. Strip bu şəkildə yapışqanır və bu nə cür sarğı olunur? Bizə əməliyyatdan sonra pasiyentlər sual verir ki, nə cür sarğı olmalıdır? Yəni strip ertəsi gün açıldıqdan sonra üzərinə betadin məhlulla islanılır. Yəni bu 3 gün bu şəkildə qalmalıdır. 3 gündən sonra pasiyent duş qəbul etdikdən sonra isə artıq yəni bu strip çıxarılır. Və çıxardıqdan sonra isə yaranın gedişi boyunca həmən xəttin üzərinə betadin və yaxud zeynalton məhlulu ilə isladılır və quru sarğı qoyulub bağlanılır. Dünən siz əməliyyat oldunuz. Nə hiss elədiniz? Yəni qısaca. Mənim hiss eləməyim. Burada oldu, nə oldu? Heç nə hiss eləmədiniz, nəzər oldu? Kömək olsun, Allah əllərinizə sağ. Nə tərəf oldu? Yəni bir ağrı əməliyyatdan sonra bir ciddi bir şey olmadı? Əməliyyat oldu. Heç nə hiss eləmədim. Nə qədər vaxtı sizdə bu narahatçılıqlar idi? 15 il. 15 ildə bu zordan əziyyət çəkirdiniz. 13 il. Amma qorxurdunuz da. Lazer adına gətirdim. Lazer əməliyyat. Sizdə bu pasiyentdə düyün hər iki tərəfdə olduğundan və düyünün birinin ölçüsü böyük, həcmi çox böyük idi. Yəni ona görə lazer əməliyyatı seçilmişdir. Amma düyünün ölçüsü, həmçinin çox düyünlü olduğu üçün biz burada açıq cərrahi əməliyyatı icra etdik. Və bu gün də xəstəni evə yola salırıq. Yaxşı baxdılar, yaxşı qiymət olunmuşsa, Allah kömək olsun, Allah şəfa verir, keçmiş olsun. Sağ ol. Sağ ol, çox sağ ol.